Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib. 1990-cı il təvəllüdlü Fəyyaz Talıbov kənd ərazisindən keçən yolda aldığı xəsarətlərdən vəfat edib. Belə ki, hadisədən əvvəl Fəyyaz Talıbov özünə məxsus Mercedes Vito markalı avtomobili digər nəqliyyat vasitəsinə qoşaraq usluya aparmaq istəyib. O özü yedəyə alınmış avtomobilinin sükanın arxasına əyləşib və yola çıxıblar. Lakin kənd ərazisində hərəkətdə olarkən xüsusi trosla qarşıdakı avtomobilə bərkidilmiş Mercedes Vito idarə etmədən çıxıb. Bunu görən Fəyyaz maşının aşacağını düşünərək avtomobilin qapısından özünü atmaq qərarına gəlib və belə də edib. O, yolun hərəkət hissəsinə düşüb və bu zaman əks tərəfdən gələn digər Mercedes markalı avtomobil 35 yaşlı Fəyyazı vurub. Fəyyaz Talıbov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bildirilir ki, yolun ortasında qalmış Fəyyaz Talıbovu vuran avtomobilin sürücüsü Osman Gözəlov hadisə yerindən yayınıb. O, Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb və Masallıya aparılaraq istintaqa təhvil verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başladılmış cinayət işi üzrə istintaq davam etdirilir.